Yadındadır, abidənin ikisi də yadındadır. Quraşdırılanda rəhbərliyin hamısını özü eləmişdi. İkinci abidə də onun yerində quruldu, o daha böyük oldu, daha əzəmətli oldu. Yenə də Mərzili kəndində oldu. Həmin abidə baş daşını simvolizə eləyirdi. Elə bir yerdə qurulmuşdu ki, Ağdam məscidinə gələn, ziyarətə gələn adamlar orada dayanıb çay içə bilsinlər, istirahət eləyə bilsinlər. Yəni o məqsədlə, onun yeri o məqsədlə seçilmişdi. Üslubu da təbii ki, Çin üslubu. Ondan başqa da bir 8 güşəli bina, çoban evi Dəldağda tikildi. İsti sudan yuxarı Dəldağda. Yəni bizim ənənəvi yaylağımızda, Dədə-baba yaylağımızda orada tikildi. Mərzildə də bir daş üstündə daş var. Mərzildə bizim evimiz var idi. Alt mərtəbəsinin bir divarı qaldı. Şəxsən təmiz olmaq və şəxsən şirinməmək hələ vətəndaşlıq ləyaqəti deyildir. Vətəndaşlıq fəallıq deməkdir. Bu söhbət gedir 70-ci illərdən, 70-ci, 80-cı illərdən. Amma gəlin baxaq ki, bugünkü gün də vətəndaşlıq nədir? Salam əziz izləyicilər, Bizimkilər proqramında xoş gördük. Bugün biz Xudu Məmmədovu xatırlayacağıq. Qonağımız Xudu Məmmədovun yadigarı bizim dostumuz Toğrul Məmmədovdur. İnanıram ki, söhbətimiz maraqlı olacaq. Bizimlə qalın. Salam Toğrul bəy, xoş gördük. Biz bugün Xudu müəllimi xatırlayacağıq və təqdimatda dediyim kimi və əgər fikir verdinizsə, çox qısa şəkildə, çox sadə bir təqdimatla adını çəkdi. Əslində Xudu müəllimin elmi adını Geologiya, Mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvüydü. Uzun illər akademiya sistemində çalışıb, ta indiki Bakı Dövlət Universitetini bitirəndən rəhmətə gedən günəcən demək olar yeganə çalışdığı ünvan Elmlər Akademiyası olub. Arada Moskvada oxuyub, aspiranturada bir il İngiltərədə çalışıb, John Bernal'ın laboratoriyasında, elə deyilmi? Və amma yerdə qalan bütün həyatı Bakıda keçib, akademiyada keçib. Bu onun üzdə görünən elə bir rəsmi nəticələrdir. Ordenlərdən təltif olunub, müxtəlif mükafatlar alıb, amma Xudu müəllimin əməlinin, fəaliyyətinin nəticələri daha böyükdür. Biz çox yaxşı olar ki, bugün ondan bəhs edək. Ümumiyyətlə, bir ata kimi necə xatırlayırsınız? Ata kimi necə görünür bugün Xudu müəllim? Bir alim kimi necə görünür? Seymur bəy, yəni onun bir ailə üzvü olaraq təbii ki, hər kəsə, hər bir insana öz atası, öz valideynləri əzizdir və hər bir insan üçün öz valideynləri idealdır. Normaldır, bunu da düşünürəm ki, normal qəbul etmək lazımdır. Amma digər bir tərəfdən insanın mövqeyi, insanın düşüncələri, insanın
gördüyü işlər bu daha çox, daha maraqlı olur və daha maraqlı bir söhbətlərin mövzusudur. Düşünürəm ki, o istiqamətdən biz yanaşsaq, hardasa müəyyən bir maraqlı məqamlara toxuna bilərik. Şübhəsiz. Çünki Xudun müəllim, belə desək, sıradan bir nəfər deyildi. Belə götürəndə o özü bərbəzəyi, xüsusi təqdimatları, gürültünü sevən adam olmayıb, bütün həyat boyu elə sadə saya yaşayıb. Amma onun gördüyü işlərin miqyası, sambalı elə böyükdür, elə ağırdır ki, ona toxunmadan Xudun müəllim barədə heç bir söhbət olmaz. Mən belə düşünürəm. Və Xudun müəllim demək olar çox nadir adamlardandır ki, Azərbaycanda onun adı çəkiləndə mütləq adının əvvəlinə belə də qoşulurlar bir söz ki, vətəndaş alim. Yəni, alim çoxdur, sənətkar çoxdur, amma vətəndaş alim olmaq, yəni bir vətəndaşlıq nümunəsi olmaq, etalonuna çevrilmək bu hər adama nəsib olmuyor. Bu mənada Xudun müəllim nadir seçilən bir şəxs idi. Nədə idi sizcə onun bu cür görünməyi, bu cür tanınmağı, qəbul olunmağı, onu nə ilə qazanmışdı, necə qazanmışdı? Sevim bəy, düşünürəm ki, onun ancaq niyyətindən əməlinin üst-üstə düşməsindən qazanmışdı. Yəni, sözündən əməlinin bir-birinə uyğun gəlməsindən qazanmışdı. Burada onun öz fikirlərinə müraciət eləsək, o bizə bu mövzunu daha aşkar şəkildə özə çıxartmağa düşünürəm ki, kömək eləyər. Siz xatırladınız, siz dediniz Xudun müəllim. Yəni, şərqdə müəllim adətən bir hörmət mənası daşıyır və müəllimində müəllimi olur. Yəni, müəllim öz başına olmur. Şübhəsiz. O müəllimin, şagirdin də öz müəllim barəsində düşüncələri, o şagirdin kimliyini və o şagirdin öz müəlliminə qarşı olan münasibəti onun həyatdakı mövqeyini çox vaxt müəyyənləşdirir, çox vaxt göstərir. Deməli, Heydər müəllim, Azərbaycan SSR-nin Elmlər Akademiyasının müxbir üzvü Heydər Xəliloğlu Əfəndiyevlə söhbət gedir. Heydər müəllim barəsində bir məqaləsi var, müəllim və müəllimlik. Bu məqalədə deyir ki, özü görünmədən dünyamızı belə işıqlandıran yaxşılar haqqında danışarkən insan daha da yaxşılaşır, mehribanlaşır, yadlar üçün belə darıxa bilir. Belə bir hamılıqla, heyranlıq ocağına toplananlar əriyib bir olur. Elə ki, bu birlikdə ayrı-ayrılıqda hər kəsin göstərdiyi yaxşı toplanır. Burada dünyada yaxşının bir ortaya gəlməsi, yaxşının bir müəyyən məqam ətrafında birləşməsi və bu fikir gündəmə gəlir ki, yəni yaxşı barəsində danışanda insan özü də yaxşılaşır. Mən yeri gəlmişkən o məqaləni oxumuşam və doğrusu demək olar, nəinki bütövlükdə, ayrı-ayrı cümlələr hamısı orada qiymətlidir və bir dənə artıq şey görmədim orada. Özü də o qədər işdən gələn bir məhəbbətlə, sevgi ilə rəhmətlik Heydər müəllimi xatırlayır. Çünki Heydər müəllim sayəsində Xudun müəllim həyatda elə bir öz yolunu tapıb. Onun elmə gəlməyini, xüsusən kristaloqrafiyaya bağlanmağının səbəbkarı rəhmətli Heydər müəllimdir. Çünki universitetdə müəllim olub, eyni zamanda sonra çalışdığı institutda rəhbəri olub və o dəqiq elmlərə, bu sahəyə, maddələrin quruluşunu öyrənməyə o sevgini rəhmətli yaşayıb. Yəni Heydər müəllim aşlayıb. Və ona görə bəlkə də bu da həm də onun böyüklüyünün bir ifadəsidir ki, Xudun müəllimin təsdiqidir ki, o da müəllimini belə
hörmətlə, sevgi ilə xatırlayır. Ömrü boyu ona minnətdar olduğunu və yaşının o vaxtı bu məqalə yazılanda 78-ci ildə Heydər müəllimin 70 ilindən bir neçə ay keçmişdi o yazı çıxanda. O zaman Xudu müəllim özü artıq akademiyanın müxbir üzvü idi. Yəni ölkədə kifayət qədər tanınan bir alim idi. Mən ölkə deyirəm, çünki burada artıq bizim indiki anlamda olan Azərbaycan yox, keçmiş SSR hətta miqyasında tanınan bir alim idi Xudu müəllim. Doğrudan da elə o bayaq dediniz ki, nə ilə qazanmışdı? Təbii ki, əməli ilə, o mövqeyinin, danışdıqlarının hamısının üst-üstə düşməyi ilə. Müəllim kimi, özü də artıq onda müəllim idi, nə qədər aspirantları var idi, nə qədər adama həyatda doğru dürüst yol göstərmişdi, nə qədər adamın qolundan tutmuşdu, yəni Xudu müəllim. Bir növ elə bil o xeyirxah müəlliminin nümunəsini öz şəxsində artıq təzədən o, necə deyirlər, o estafeti layiqli şəkildə davam elətdirmişdi. Misal üçün, deyir ki, Heydər müəllim bizə çatdırmaq istədiyi mahiyyət üçün elə forma, elə daşıyıcı seçirdi ki, diqqətimiz mahiyyəti almağa, ona yer tapmağa, ona öz obrazımızı verməyə çalışırdı. Və eyni aydınlıqdan duyduğumuz daxili sevincə yönəlir. Bütün bunlar necə baş verdiyini düşünməyə vaxt qalmırdı. Yəni, burada müəllimin öz müəlliminə qarşı olan heyranlığından söhbət gedir və o müəllimin biliyi, məlumatı çatdırma qabiliyyəti. Elə sözünüzə qüvvət, orada bir şey də var ardında deyir. Sanki o uşaqlara bir oyuncağı bu cibdən götürüb o cibə qoyub, necə sevindirərsən, yaxşı mənada sanki elə bir sürpriz eləyərsən. Heydər müəllimdə bu qabiliyyət də var idi. Deyir, adi şeylərlə bizi təəccübləndirirdi, yaxud elə bir buradan məlum olan şeyi təzədən bu tərəfdən göstərirdi. Bu da deyir, bizi biraz da həvəsləndirirdi, biraz da bu işə bağlayırdı. Yəni o, şübhəsiz ki, mərhum rəhmətli müəlliminin bir ustalığı idi, böyüklüyü idi, bacarığı idi. Yəni, yalnız o, necə deyərlər, dərs deməyib, həm də bu şeyi sevdirib, bu şeyi daha yaxşı əyaniləşdirib, tanıdıb. Xudu müəllim bir maraqlı sözü var, indi bu məqalədən danışa-danışa yadıma düşdü. Deyir, uşaqlarınıza vətəni sevdirmək üçün onu yaxından tanıtmaq kifayət edir. Yəni deyir, vətəni göstərin, onlar özləri sevəcək. Özləri sevəcək. Daha doğrusu, vətəni sevdirmək üçün ən gözəl yol nədən keçir? Onu yaxşı şəkildə tanıtmaqdan. Çox gözəl sözdür. Bir də orada bir maraqlı söz də var. Xudu müəllimin yazdıqlarının içində deyir, mətbuat yaxşıları göstərmək üçündür. Çünki pis özü yayılır. Pis özündən də yayılacaq. Nə qədər bugündən səsləşən sözlərdir. Ümumiyyətlə, mən illər keçdikcə, bayaq biz çəkilişdən əvvəl bu arada bir-iki kəlmə danışdıq. Şəxsən belə fikirləşirəm ki, elə bil onun dərinliyi, böyüklüyü bir qədər də sanki əyaniləşir. Çünki fikirləşirsən ki, ilk baxışda adi sözlərdir, amma necə həyatidir, necə dəqiq, doğru, dürüst təyinlərdir, yerbəyer. Deməli, bunun üçün illərin təcrübəsi, filosof fitrətən olan istedad və onun həmişə o tapındığı şey. Hər şey nə ilə güclüdür? Elmi ilə, elmi söykəyi olanda, yəni biliklə. Görürsünüz, orada onun yazdıqlarının içində var ki, yəni məqsədə güya müxtəlif yollarla getmək olar. Amma müvəffəqiyyətin bir yolu var, o da zəhmətlə, istedadla, elmlə çalışmaqdır, ona doğru eləməkdir. Yəni o bir yollarda o təmiz uğur, alınacaqlıq yoxdur. Çatarsan, güya nəsə əldə eləyərsən. Amma o söz var, sabun köpüğü kimi olacaq da. Dəyəri nə var? Bir müddət sonra onun saxta olduğu, yalan olduğu, riya olduğu üzə çıxacaq. Çünki onun o halal yolla gəlməmsən axı. Kəsə gəlmirsən, əyri yolla gəlmirsən. Hətta onun yazılarında da toxunur bu məsələyə ki, halallıq bizim
xalqın folklorunda da, düşüncəsində də, yaşam tərzində də nə qədər vacib yer tutur. Keçmişdə bir haram adamdan gedib borc da götürmürdülər ki, yəni evinə o halallığına nə qatar? Haramlıq qatar. Bu günləri mən bayaq niyə deyirəm ki, o daha dəyərli görünür? Çünki bugün sanki dünyada, ümumiyyət dünya sanki məhvərindən çıxıb çox şey alt üstü, çox şey. Yəni dəyərlər aşınır. Özdə il-ildən sanki bu şey tək bizdə yox, bu bütün dünyada gedən prosesdir. Amma o bir yandan fikirləşirəm ki, axı bizim xalqda tarixən belə olmuyor. İndi açığı bu son vaxtlar bir neçə dəfə düşünmüşəm ki, görən yəni rəhmətli Xudu müəllim bu günləri görsəydi, nə istər keçirərdi? Yəni siz halallıq barədə dediniz, Seymur bəy, orada elə bir sitat gətirim, öz dediyi kimi. Deyir, əhriyyəlik maaşın azlığı ilə izah olunsaydı, gərək onda çox maaşlıların hamısı düzgün olaydı. Rüşvət və oğurluq maddi kasıblığın deyil, mənəvi kasıblığın nəticəsidir. Kasıblar görmüşəm ki, ac qalıb haram evdən borc xəmir mayası almayıblar. Xalq məsəlində deyildiyi kimi, urvalına haram qatmayıblar ki, kündələri küt gedər. Yəni, bu xalqın düşüncə tərzidir, xalqın mədəniyyətidir, dünya görüşüdür, halal və haram barəsində. Amma belə bir şeyi nəzərə alın ki, müəyyən qədər məlumatımız olan tarix qədər bizim xalqın düşar olduğu zülümlər, başına gələn işlər, ona qarşı yönəlmiş məhkəri əllər, məqsədlər, bunların hamısının qarşısında əgər biz bugünkü kimi varıqsa, deməli biz heç də zəif adamlar deyilik, heç də zəif xalq deyilik və hər bir şeyi birdən-birə əldə etmək mümkün deyil. Yəni, hər şey müəyyən bir mükəmməl təkamül tələb eləyir, inkişaf tələb eləyir. O baxımdan onun bir fikrini xatırlatmaq istəyirəm. Deməli, O təbiətin yüksəlişi ilə bağlı olan. Bəli. O mənim diqqətimi çəkən bir məsələ idi. Necə doğru dürüst təyindir. Yəni o şey ki, təbiət aşılayır, o şey ki, təbiətdə öz axarı ilə gedir, insanın da əməli fəaliyyəti onunla uzlaşırsa, deməli, burada uğur var. Təbiət özü deyir, insanı elə bir mükafatlandırır. Yəni, çünki o şey qatmayıb da, nətər deyərlər, o nizamı pozmayıb. Amma o şey ki, təbii yüksəlişin əleyhinə yönələn yollarından keçir. Onda insan cəzalanır. Ümumiyyətlə, mən onu bir neçə yerdə oxumuşam ki, Xudu müəllim fikirlərində, insan nə vaxt ki, o istəyib müdaxilə eləsin, təbiətin o nizamına, o əvvəlində fikirləşib ki, bu nə ilə sanki bir, nə bilim, təbii sərvətdir də, onu əldə edəcək, bunu edəcək, amma mütləq o sonradan cəzalanıb, onun altını çəkib. Yəni, təbiətə qarşı, təbiətin qanunlarına qarşı çıxmaq olmaz. Çıxmaq olmaz, bəli. Və onu haradasa belə ifadə edir, səhv eləmirəmsə, təbiətin yüksəliş arzuları ilə uyğun arzulara təbiət özü kömək edir. Mükəmməlləşməyə meyil, ədalət qayda təbiətin özünün yüksəliş yoludur. O, bu yolla öz əşrəfi olan biz insanları yetişdirib. Deməli, yaxşı arzuların gerçəkləşmək qüdrəti var. Bunun üçün bir təkan, bir kömək kifayətdir. Xoşbəxtlikdən bütün yaxşıların yolu bir, pislərin yolu isə başqa-başqadır. Buna görə də pis yaxşılığa qalib gələ bilməz. Bu təbiətin qanuna zidd olar. Çox maraqlı söz. Təbiətin qanunlarına əsaslanmış arzuların həyata keçməsinə təbiətin kömək eləməsi, bu fikrə uyğun fikirləri məşhur Braziliya yazıcısı Paulo Coelho'nun Alkimiya kitabında da bu fikirlər çox aşılanır. Amma təbii ki, burada söhbət müəlliflik hüquqlarından getmir. Gətirdiyimiz sitat biganə qalmayaq, kənarda qalmayaq.
kənarda qalmaq məqaləsindən də. Həmin məqalədə səhv eləmirəmsə 82-ci ildə dərc olunubdu. Bu dediyim yazıçının əsəri də səhv eləmirəmsə hardasa 88-90-cı illərdə, bəlkə daha sonralar nəşr olunub, dünyaya çıxıb. Amma burada söhbət ondan gedir ki, yəni o eyni bir fikirdirsə, müxtəlif yerdə müxtəlif adamlar eyni bir fikrə gəlirsə, eyni bir nəticəyə gəlirsə, böyük ehtimalla o nəticə doğru olur. Yəni o fikirdə bir həqiqət var, bir hikmət var, bir doğruluq var. Sadəcə bu istiqaməti dəstəkləmək üçün mən o Braziliya yazıçısına istinad elədim. Ulu müəllim nədən danışırdısa, hətta yadımdadır onun bir Bəxtiyar Vahabzadə ilə söhbətində Bəxtiyar müəllim deyir ki, gəldi çıxdı yenə şeyin üstünə ki, insan nədir, hissəciklərdən də əmələ gəlmir. Təbiətdə hər şeydə, atomlarda, molekullarda. Bəxtiyar müəllim də ədəbiyyat adamı idi, rəhmətli Bəxtiyar Vahabzadə. Ona görə o fikrə biraz mübahisəli yanaşır deyim, ya sanki qəbul edəmir. Deyir elə Xudu müəllim nədən danışır, hər yer fırırı gətirir, bağlayır maddiyə, maddənin quruluşuna. Amma elmi tərəfdən baxanda Xudu müəllim alim kimi onu doğru dürüst deyirdi. Yəni hər şey ondan yaranıb da o hissəciklərdən. Bir də ən maraqlı şey odur ki, deməli artıq neçənci ildən, təxminən 60-cı illərdən də o namizədlik müdafiəsindən sonra hiss eləmişdi ki, maddələrin quruluşu ilə bizim memarlıq abidələrində, xalq sənəti nümunələrində olan o naxışların quruluşunda bir uyarlıq var. Və bunun üstündə bunu dərinləşdirib bir sıra yazılar yazıb, hətta kitabda o vaxt sənət və simmetriyada bir sıra məqalələr var, sənət və simmetriya, naxışların yaddaşı. Naxışların yaddaşı, ayısı. Bunu yazmışdı. O Çağacan demək olar, hər halda bizə məlum olan budur da. Mən bilən heç bir alim bu məqama toxunmamışdı. Yəni ki, o maddələrin quruluşu ilə, kimyəvi tərkibi ilə dediyimiz o bizim sənət nümunələrində olan naxışların oxşarlığının, əlaqəsinin olduğunu Xudu müəlliməcən gərək ki, nəinki bizdə, əmrin kənardadır. Heç kim yazmayıb, heç kim toxunmayıb. Elədir, yoxsa necə? Mənim bildiyimə görə o istiqamətdən yanaşan olmuyor. Çünki nəyə görə? Fikirləşirlər ki, hər hansı bir xalçada, hər hansı bir memarlıq abidəsində olan naxışlar, quruluşlar və maddə tərkibinin quruluşu arasında bir uyarı ola bilməz. Çünki maddə quruluşunu açmaq üçün kifayət qədər mürəkkəb avadanlıq, uzun saatlar tələb edən elmi iş sərf olunmalıdır. Bilik sərf olunmalıdır və düşünürdülər ki, təbii ki, o bilik və o məlumat o naxışları düzən analarda və ya o memarlıq abidələrini yaradan əcdadlarımızda ola bilməz. Amma burada bir yanlışlıq var. O yanlışlıq da nədir ki, maddə quruluşu və naxışlar təbiətin dilinə əsaslanır. Yəni, o naxışları düzən analar, o memarlıq abidələrini yaradan əcdadlarımız, onlar təbiət üzərində o qədər müşahidə aparırlar ki, təbiətə o qədər yaxın olurlar ki və bunun nəticəsində o təbiətin dilini dərk edirlər. Və heç də təsadüfi deyil ki, maddə quruluşunu öyrənəndən sonra, tədqiq edəndən sonra o iki quruluş, naxışların quruluşundan maddə quruluşu arasında oxşarlıq, uyğunluq, uyarlıq meydana çıxır. Çünki bunun hər ikisi bir əsas özlü olaraq təbiətin dilinə söykənir. Amma mən yəni o istiqamətin ona qədər araşdırılmağından mən məlumatım yoxdur, belə deyək. Hər halda yəni bizə məlum olan bir şey yoxdur ona qədər. Misal üçün, rehnə musiqinin... Elə mən qabaqladınız, rehnə musiqinin uyarğı barəsində bir sıra işlər görülübdür, bir sıra tapıntılar olub. Amma orada...
O səsin rəngə Səsin, çevrilməyi. bəli, səsin Hə. rəngə çevrilməyi, müxtəlif bir sıra müxtəlif cəhdlər olub. Onların təbii ki, müəyyən qədər uğurları da olub. Amma Xudayar müəllim Məmmədovun gətirdiyi o işə yanaşma nədən ibarət olur ki, onu tezlik spektrına uyğun düzür. Yəni notların aşağı tezlikli, belə deyək də, aşağı tezlikli səslərə uyğun, aşağı tezlikli rəngləri, spektrin aşağı tezliyini, yəni aşağı tezliyə uyğun, misal üçün infraqırmızı, yuxarı səs tezliyinə uyğunsa ultrabənövşəyi spektri uyğunlaşdırıbdır və digər notlarda ona uyğun düzür. Yəni 7 not, 7 rəng, bunları o cür o şəkildə uyarığı yaradır və ondan sonra da o rənglərdə bizim, yəni bu taxta palaz deyirlər, hə. O palazların rəng quruluşunu, rəng ardıcıllığını araşdırıb və muğamların not ardıcıllığını araşdırıb və belə bir nəticəyə gəlib ki, onun hər ikisində uyarıq var. Yəni naxışlarla maddə quruluşu arasında olan uyarıq, digər bir tərəfdən də muğamlarla o palazların rəng uyarığı arasında oxşarlıq bunu aşkar eləyibdir. Bunu o vaxt işləmişdi. Belə şeylər, bu nəticələri əks etdirən yazılar da var idi. Və mən bilən çox normal da qəbul olundu da. Yəni heç bir mübahisəyə səbəb olmadı o dövrdə. Çox maraqla qarşılandı. O vaxt yəni o istiqamətlə maraqlanan alimlər, gənclər, gənc tələbələr onun ətrafında toplaşdı. Onlar bir yerdə o istiqaməti araşdırdılar və şükürlər olsun ki, yəni həmən işlər davam elədi, yəni dayanmadı. Bugün necə? Yenə o istiqamətdə işlər gedir. Bugün o istiqamətdə Yəni yekunlaşmayıb da o gərək. Yox, təbii ki, yekunlaşmayıb. O böyük bir istiqamətdir və bu tezliklə yekunlaşa da bilməz. Yəni bugün o istiqamətdə çalışan alimlər və çalışan adamlar var, alimlər var, sənət adamları var və onlar o istiqamətdə tədqiqatlar davam eləməyə kifayət qədər ciddi cəhdlər eləyirlər. Xudayar müəllim o dövrdə bir laboratoriya yaratmışdı. Nəinki o bizim Azərbaycanın Elmlər Akademiyası, hətta keçmiş SSR miqyasında qəbul olunurdu. Bugün o laboratoriyanın işi necədir? Ümumiyyət xəbəriniz var. Orada ümumiyyətlə Xudayar müəllimin bir qoyduğu ənənə, yaratdığı o dəstxətlə fəaliyyət gedir. Orada təbii ki, davamçıları var, təbii ki, onunla çin-çinə çalışan və onun tələbələri olan həm eyni istiqamətdə, eyni laboratoriyada davam edən yoldaşlar var. Ondan sonra xaricdə kifayət qədər yaxşı nəticələr əldə eləmiş tələbələri var, onunla bir yerdə çalışan yoldaşları var. Və burada belə bir, yəni siz onu o elm adamlarından, onunla bir yerdə çalışan adamlardan soruşsanız, onlar daha ətraflı deyər. Amma hər bir şey olduğu kimi orada da bir müəyyən təkamül var. Artıq əvvəllər əllə olan hesablamalar, o əllə aparılan ölçülər və ölçü cihazlarının verdiyi məlumatın emalı böyük zəhmət tələb eləyirdi. Ona görə də hər hansı bir maddənin quruluşunun açılması kifayət qədər vaxt və zəhmət tələb aparan bir iş idi. Amma hal-hazırda müasir texnikanın imkanları hər hansı bir maddənin quruluşunu çox tezliklə açmağa imkan verir. Çünki həm hesablama texnikasının buna imkanları çatır, həm də ölçü cihazlarının artıq imkanları xeyli genişdir. Bu müqayisə olunmaz dərəcədə tez bir nəticə almağa imkan verir. Yeganə aktual olan istiqamət sualın qoyulmasıdır. Məsələnin qoyuluşudur. Bəli, məsələnin qoyuluşudur. İndi necə deyirlər, bir balaca
o istiqamətin o vaxtında desək, üzündən qulağından eşitmiş bir adam kimi bunu deyə bilərəm. Təbii ki, bunu daha dəqiq, səlis və açıqlayan yoldaşlar var. Onlara müraciət eləsəniz, onlar daha ətraflı sizə barədə məlumat verir. O yaxşı bir şeyə toxundunuz. Bax, Xudu müəllimin elmi araşdırmalarının əvvəlində ən vacib, əhəmiyyətli bir hissəsi o sementin Sement necə bərkidir? Sementin ayrıc olma, o bərkimə xassəsini öyrənməyə həsr eləmişdi. Çünki o dövrdə o aktual idi, 50-ci illərin birinci yarısında. Xudu müəllim onda rəhmətli aspirant idi. SSR-nin ən adlı sanlı alimləri və tək SSR-nin yox, hətta Avropanın da say seçmə alimləri bu məsələ üzərində deyil, baş sındırırdılar. Və qəribədir ki, onun tapılması, elə deyək ki, Xudu müəllimə məxsus oldu da. Bəli, o deməz, sementin tərkibində olan minerallar var ki, hansı sementin bərkiməsinə gətirir, belə deyək, sementin bərkiməsinə cavabdehdir. Və o mineralların, o maddələrin quruluşunu öyrənmişdi. Və bu da artıq bu biliklərdə artıq həm istehsal proseslərin təkmilləşdirilməsinə, həm sementin keyfiyyətinin artmasına bu istiqamətdə görülən işlərə bir təkan idi, kifayət qədər ciddi bir təkan idi. Özdə o dövrdə bütün dünya demək olar o işlə məşğul idilər. Bəli, çünki 2-ci Dünya müharibəsinin dağıntılarını hamı aradan qaldırmağa çalışırdı və bu bütün dünyada aktual məsələlərdən biri idi. Demək, onun onda gördüyü işin nəticəsi həm də görün nə qədər iqtisadi səmərə verdi. Çünki onun istehsala tətbiqi artıq ən azından keçmiş SSR miqyasında o dediyimiz kimi də o bərpa quruculuq işlərində tətbiq olunurdu axı. Bəli. Bir də o maddə quruluşunun öyrənilməsi ilə bağlı gəldiyi nəticələr almaz, rubin, nəydi o faydalı qazıntıların üzə çıxarılmağında, onların emalında da gərək ki tətbiq olunub da. Faydalı qazıntılar istiqamətində mən bildiyim qədər çalışmadı. Baxmayaraq ki, geologiya, mineralogiya üzrə təhsil aldı, geologiya elmi üzrə təhsil aldı və onun çox istədiyi və onun üçün maraqlı olan bir sahə idi. Çünki bu geologiya elmi onun uşaqlıqdan sevdiyi dağlara onu yaxınlaşmağına bir Elə Bakıya da geolog olmaq arasından gəlmişdi də. Bir körpü olardı, körpü ola bilərdi. Amma o bütün elmi fəaliyyətini quruluş məsələlərinə həsr elədi. Bu daha çox kimya bağlı sahədir. Kimya, fiziki kimya sahəsindən bağlıdır. Həmçində hal-hazırda kifayət qədər aktual olan yarımkeçicilərlə əlaqədar da işlər gördü. Dediyimiz kimi, yarımkeçicilər bütün müasir texnikanın əsasıdır. Yenə də deyirəm, o istiqamətləri onunla bir yerdə çalışan yoldaşlar daha yaxşı, daha dolğun, daha ətraflı aşkarlaya bilər. Xudu müəllim xalq içində çox sevilən, qəbul olunan adam idi. Hamı demək olar ona üst tuturdu, xüsusən rayona gedəndə. O yayda demək olar məzuniyyətin yayda keçirirdi, rayonda keçirirdi. Ağdamda əsasən, elə deyilmi? Yəni əvvəlki məsələyə bir qayıdıb onu yekunlaşdırmaq istəyərdim onun sözlərini. Deyir ki, mən orta məktəbdə oxuduğum illərdə xəyalıma belə gətirə bilməzdim ki, Respublikamızın alimləri 300-400 illik elmi tarixi olan ölkələrin alimləri ilə yarışa girə bilərlər. Elmimizin indiki vəziyyətindən aydın görmək olur ki, dünya elmi səviyyəsində iş görmək üçün heç bir prinsipial çətinliyimiz yoxdur. Yəni, bu bir tərəfdən Azərbaycan elminin inkişafını qabarıq göstərən bir fikirdir. Digər bir tərəfdən də bu fikrin
vacibliyi ondadır ki, elmdə başlayan, yəni elm yoluna qədəm qoymuş insanlar üçün özünün qarşısını kəsəcək bir düşüncələrə dalmamaqdan onları qoruyur. Yəni ki, Qəti yaxın buraxmasınlar o fikri. hə, o fikri yaxın buraxmasınlar ki, baxmayaraq ki, təbii ki, Azərbaycan elmindən söhbət gedəndə burada əhatə olunurdu ki, İnqilabdan sonraki elmin inkişafın. Onun bir fikri də var ki, elm qurula-qurula inkişaf, yəni nəticə verə-verə inkişaf eləyirdi. Və heç vaxt gözləmək olmaz ki, elm tam təşkil olunsun, tam bütün təşkilat işlər həll olunsun və ondan sonra ondan bir nəticə gözləmək. Yəni elm təşkilatdana nəticə verməlidir, qurula-qurula nəticə verməlidir. Bu elmin təkamül yolunu belə görürdü. Və burada da vacib bir məqam var ki, belə sadə dildə desək, yəni elm yoluna qədəm qoyan adam öz-özünü qorxutmamalıdır. Düşünməməlidir ki, hər hansı bir ölkə 300, 400, 500 il o sahədə çalışır. Mən nə edə bilərəm orada? Yox, əsla elə deyil. İnamla, qətiyyətlə irəliləməlidir. Bir də o söz var ki, yəni bütün o uğurların açarı nədir? Bilik, zəhmət, inam, qətiyyət, ardıcıl, o yolunda çalışmaq. Yəni o ola bilməz ki, mükafatsız qalar, nəticəsiz qalar və bütün uğurların açarı yalnız bundadır. Xudu mənim deyirdi ki, elmin vətəni yoxdur, amma alimin vətəni var. Çox gözəl ifadədir. Yəni, vətənsiz alim, necə ola bilər ki, alim birinci növbədə öz millətinə, dövlətinə xidmət etməlidir də. O, birdən deyirlər ya, bu, onun yazdığı, yaxud yaratdığı bütün bəşəriyyət üçündür. Təbii ki, o, öz millətinə xidmət edəndə həm də onun yaratdığı bəşərə xidmət eləmiş olur. Bu mənada Xudu müəllim konkret bu millətin nümayəndəsi olduğunu bariz şəkildə göstərirdi. Amma eyni zamanda onun yazıb yaratdığı görürük ki, indi dünyanın da dünya üçün də bir sərvətdir. Bayaqlar özü söhbətin əvvəldə gördüm, bir qədər tutulduz, deyirəm, yadigar. Əslində Xudu müəllimin yadigarı biraz bu fiziki, bioloji anlamda çıxdı. Amma onun yadigarları çoxdur. Yazıb yaratdıqları, o elmi qənaətləri, nəticələri, yetirmələri, hamısı və onun o işıqlı xatirələri, özündən sonra qalan ən qiymətli mirasdır. Heç vaxtda onun, necə deyirlər, qiymətdən düşməyəcək, əhəmiyyətini itirməyəcək, aktuallığını itirməyəcək bir mirasdır. Yəni, çox qiymətli miras qoyub özündən sonra Azərbaycan tarixində alimlər, sənətkarlar, maşallah da az olmuyor. Və bu mənada Xudu müəllimin öz yeri var, öz çəkisi var. Çox maraqlıdır ki, bayaq mən yolda gələndə xəyalıma gətirdim rəhmətlik Üzeyir bəydən, Üzeyir Hacıbəylidən savayı bizim müasir tariximizdən, mədəniyyətimizdən İkinci bir adamı, Xudu müəllimdən savayı, ikinci adamı xatırlamadım. Yəni, onun qədər hamıda sevgi, rəğbət oyatmış, xoş xatırlanan, işıqlı xatırlanan, sanki bir mayak kimi yol göstərən qiymətində, çəkisində qəbul olunan bir şəxsiyyət olaraq. Yəni, kifayət qədər alimlərimiz olub, tarixə düşmüş, iz qoymuş. Amma Xudu müəllimin yeri, çəkisi, sambalı bir başqadır. Sizcə bunu şərtləndirən nədir? Biz o bayaq dedik, əməlləri ilə fikirlərinin üst-üstə düşməyi. Amma nə onu bu qədər sevdirib, qiymətli eləyib, xatirələrdə belə xoş saxlayır, işıqlı saxlayır? Burada həm obyektiv, həm də subyektiv amillər var. Yəni, mən o fikrinizlə tam razılaşa bilmirəm və belə deyim də, mən razı deyiləm hansı baxımdan. Yəni, bu
Azərbaycan böyük alimləri, böyük duhaları var, olub, inşallah olacaq da. Bu bir. İkincisi, mümkün olası bir iş deyil ki, Xudu Məmmədov tək geçişib gündəmə gəlsin. Bir alim ziyalı kimi. O bir mühitin yetişdirməsidir. Və əgər o mühitdə Xudu Məmmədov yetişibsə, deməli o mühitdə Xudu Məmmədovdan başqa Yəni ona tən gələn insanlar var idi. İnsanlar var, təbii ki. Yəni o insanlar olmasaydı, o satıcılar orada yetişə bilməzdi. Məsələn, adicə bir idmanı götürək. Yəni müəyyən idman nəticələri olmalıdır, yarışma olmalıdır, sağlam rəqabət olmalıdır ki, idmanda yüksəliş olsun. Şübhəsiz ki, mühitin olmağı böyük şərtdir və bu mənada Xudu müəllimin həmfikirləri var idi, alimlərin, sənətkarların arasında. O əhatə dairəsi geniş idi axı. Yaxın dostları içərisində rəhmətli Bəxtiyar Vahabzadə idi, Nurəddin müəllim Rızayev tanınmış həkim, alim, Ağdamdan Zeynal müəllim, Məmmədli, bu da bir xalq içində, Şahmar müəllim, Əkbərzadə, şair. Yəni o adamları demiyorlar həmişə Xudu müəllimin ətrafında görmək olardı. Ümumiyyətlə çox idi. Çünki o ünsiyyətçil insan idi və rahat da sözə, söhbətə uyar bir adam idi. Amma nədənsə bu mənim ola bilər, bəlkə də subyektiv fikrimdir. Şübhəsiz o adamların hər birisinin öz yeri var, öz sambalı var, öz qiyməti, dəyəri var. Amma zaman elə bil hər şey, o deyiri, hər kitabın rəfdə öz yeri olan kimi, zaman elə bil özü hər şeyi yerinə qoyur. Onda baxıb görürsən ki, yox, doğrudan Xudu müəllim tamam bir başqa yeri var. Bu cəmiyyətdə, tariximizdə. Onun yazıb yaratdığı çoxlu bədii nümunələr var. Yəni bayatılar var, nağıllar var, hekayələr var. Müəyyən qədər şeylər də yazıb. Özdə bu bayatıların içərisində ən sevdiyim bir bayatı, o vaxtı ilə gedən o bir xatirə verilişində də əvvəlində səslənirdi. O məşhur bayatıdır, özdə Xudu müəllim necə ki təmənnasız bu xalqa xidmət edirdi, həyatını ona əsr eləmişdi. Bu bayatını da sanki elə xalqa bağışlayıb, xalqın adından o hər yanda səslənir və çox adam heç onun müəllifinin Xudu müəllim olduğunu bilmir. Bu qala bizim qala, həmişə bizim qala. Qurmadım. Özdə orijinalda o elə yazıb. Məsələn, qurmaq, yaratmaq sözü ilə eyniləşdirib. Qurmadım, özüm qala, qurdum ki, izim qala. İndi o oxunanda, deyiləndə də çöpa tikdim ki sözü ilə əvəz olunub, amma dərinə varanda o qurdum sözü daha uğurludur. Bir də Xudu müəllimin o bundan bir qədər az işlənən bayatsıdır. O da mənim həmişə çox xoşuma gəlir. Əlim köməyim olsun, elim köməyim olsun. Elimə yük olanda... Orada özdə qəribədir ki, orada deyir, elimə yük, biz adi danışıqda deyirik yük olaramsa, amma o poeziya dilinə uyğunlaşdırmaq üçün orada yazıb ki, elimə yük olarsam, ölüm köməyim olsun. Olaramsa biraz elə akıcılığını itirir. Ona görə onu qəribə bir söz variantda işlədim. Elimə yük olarsam, olaramsa yox, ölüm köməyim olsun. Mən çox mənalı bir ömür yaşayıb və onun nəticəsidir ki, daim xatırlanır. Hərdən adam elə gəlir ki, bəzən deyirlər, elə şəxsiyyətlər az təbliğ olunur, az yada salınır, amma eyni zamanda uşaqdan böyüyə bugün hamının tanıdığı, qəbul elədiyi, xatırladığı bir şəxsiyyətsə, deməli, həyatı doğru dürüst yaşayıb və bütün həyatdan mənalı keçib. Çünki mənasızı tarix özü saxlamazdı, nə də bu şəkildə xoş xatırlanmağına, necə deyirlər, imkan verməzdi. Necə fikirləşirsiniz? Xudu müəllimin öz layiqli yerini, qiymətini, ümumiyyətlə,
tam mənada alıb, yoxsa hansısa işlər görülməlidir bundan sonra? Yəni hər hansı bir fikir adamını yaşadan, onun fikirlərinin cəmiyyət, xalq üçün aktual olmasıdır. Əgər o fikirlər bu günləri aktualdırsa, bu günləri xalqın düşüncəsində, fikrində, dilində səslənirsə, o deməkdir ki, nə lazımdırsa özü eləyibdir. Yəni, ondan o tərəfə görəcək bir iş yoxdur. Sadəcə olaraq, misal üçün, Arşın Malavandan, ya o olmasın, bu olsun. Oradan nə qədər biz danışıqda, gündəlik danışığımızda sitatlar gətiririk. O deməkdir ki, artıq bizim qanımıza, canımıza, sümüyümüzə oturub, fikrimizə, təfəkkürümüzə oturub. Elə. Və eyni ilə əgər kimsə bir Xudu Məmmədovu xatırlayırsa, deməli onu yaşadır. Kimsə onun fikrindən ya razıdırsa, ya onun söylədiyi fikirlərlə razılaşmırsa, yenə də eyni ilə onu yaşadır. Çünki ölümə bərabər olan bir şey biganəlikdir. Bəli. Xudu müəllim əvvəlcə öz kəndi, sonra onun miqyasından çıxdı, rayonu, sonra ölkəsi üçün böyük bir insana çevrildi və elə kəndi üçün, rayonu üçün, ölkəsi üçün də çox işlər gördü. Yəni, həm maddiləşən işlər, həm mənəvi baxımdan, necə deyirlər, əhəmiyyəti dəyər olan işlər. Qarabağ hadisələri də başlayanda bu adam ki, həyatını xalqına, millətinə, dövlətinə həsr eləmiş bir insan, təbii ki, bayaq dediyimiz ki, belə məsələlərdə də biganə qala bilməzdi. Çünki o, ümumiyyətlə, Azərbaycanda, o Sovetin kəsə-kəs vaxtında azadlıq hərəkatının önündə getmiş bir insan olub. Azadlıq ideyalarını yetirmələrinə, tələbələrinə, ətrafına aşılamış və özündən sonra da bir xeyli davamçılar yetişdirmiş insan idi. Təəssüf ki, bu Qarabağ hadisələr başlayanda elə bil bizim ilk şəhidimiz də hesab edirlər bəzən Xudu müəllimi ki, bu yolda, bu gərgin vaxtlarda. İlk şəhidimiz Bəxtiyar Nəlidə, Ağdamda. Bəli. O vaxtı Xudu müəllim sağ idi. Allah rəhmət eləsin. Tarixi xronologiya. Yəni o mənada, yəni görkəmli şəxslərin arasında belə deyək də, bəlkə də bir düzəliş verək ki, Xudu müəllim ondan sonra başladı bizim o tanınmış adamlarımızın bir-bir sanki dünyasını dəyişməsi, dünyadan, həyatdan köçməyi. Bizim Xudu müəllimdən əvvəl demək olar, hadisələr başlayanda belə görkəmli bir adam itirməmişdi. İlk sanki gedənlər ya birincisi, yaxud ola bilər ilklərindən biri idi. İndi şükür Allaha, Qarabağ torpağı demək olar, işğaldan azad olunub, düzdür, biraz mübahisəli, biraz sual doğuran hələ məsələlər qalıb, amma inşallah ki, inanırıq, tezliklə bütün torpaqlarımızda tam sülh, əmin-amanlıq bərqərar olacaq və məncə Xudu müəllimin ruhu bugün şaddır. Çünki Ağdam şükür Allaha artıq işğaldan azaddır. Qalan torpaqlarımızda inşallah ki, o tamlığını, bütövlüyünü bərpa eləyəcək. Və bugün biz onu xatırladıq. Deməli, onun ruhu şaddır, yəqin burada dolaşır. Və nə qədər ki, bu xalq var, Xudu müəllimi xatırlayanlar var. Deməli, o insan diridir, o insan hələ bizim yanımızdadır. Fiziki mənada dünyasını dəyişib gelib, cismani mənada, amma o yazdıqları ilə, yaratdıqları ilə, əməlləri ilə, xatirələri ilə bizim aramızdadır. Allah Xudu müəllimin ruhunu şad eləsin. Biz bugün onu xatırladıq və yetişməkdə olan nəslə də istədik ki, onu bir qədər də ətraflı tanıdaq. Və yəqin ki, buna bir müəyyən qədər nail olduq. Bir əlavə deyəcəyiniz varsa, buyurun.
Selim bəy, bu təşəbbüsünüzə görə təşəkkür edirəm sizə. Nə qədər ki insan var, nə qədər ki fərd var, nə qədər ki şəxsiyyət var, o qədər də müxtəlif fikirlər var. Və bundan təbii ki, nə çəkinmək, nə qorxmaq lazım deyil. Bu günləri kimsə Xudu müəllimi alim kimi xatırlayır, kimsə müəllim kimi xatırlayır, kimsə bir vətəndaş kimi xatırlayır. Kiminsə bir doğması kimi xatırlayır. Bəli, kiminsə bir doğma, bir dost, bir qohum kimi xatırlayır. Və bunların hamısı artıq o adamın yaşamağını göstərir. Yəni mövcudluğunu göstərir. Xatırlanmasaydı, o deməkdir ki, deməli bu adam yoxdur. Bəli. Xatırlanırsa, deməli bu adam var. Özü də rəhmətli həmişə bu qənaətdə olub. Bütün o yazdıqlarından demiyorlar. Bu fikir keçir ki, adamlar var, yəni deyir, ölümündən qabaq elə əslində ölmüş olur. Təxminən buna bənzər bir fikri də var ki, fiziki mənada öləcəyi tarixdən amma əslində qabaq ölüb. Hətta onu bəzi dırnaqarası alimlər haqqında deyib, rəhmətli. Çox maraqlıdır ki, özdə o heç vaxt özünə alim deməyib. Deyir, mən bir neçə də fikir vermişim, deyir, elm adamı kimi. Bəli, bəli. Yəni o alim deyən kimi gözünün qabağına, nə bilim, indi o bəşərin tarixinə düşmüş, o say seçmə insanlar var. Onların miqyasından, fövqündən baxıb, yəqin fikirləşib ki, doğru dürüst olar özümü belə adlandırım, yoxsa qeyri-təvazökarı və elə bil ondan çəkinib, üşənib və o bir sözü seçib, elm adamı. Dəfələrlə mən çıxışlarımda baxmışam, oxumuşam, heç vaxt diqqətimdən yaymayıb, qəribə şəkildə. Özü də, siz dediniz, mənim də dəqiqliylə yadımdadır ki, soruşanda onun işi barəsində ona sual verəndə, həmişə deyirdi ki, elmi işçiyim. Aysun. Yəni, heç vaxt alim sözünü işlətməz öz barəsində. Və bugün Xudu müəllim kimi ziyalıya açıq-aşkar həmişə sözünü deyən, haqqın tərəfini tutan, xalqın təəssübünü çəkən, elmin təəssübünü çəkən, insanlığın bütövlükdə təəssübünü çəkən insanlara doğrudan da ehtiyac var. Söhbətimin sonunda mən istəyərdim ki, Xudu müəllim nümunəsi yalnız belə indi sözdə deyirik, amma bu nümunələri biz ayrı-ayrı adamların misalında görək. Yəni o şəkildə bir ziyalılıq nümunəsini. Yalnız oxumayaq, yalnız elə belə bir nəfərin ünvanında bu sözü deyim, yəni kifayətlənməyək. Deyək ki, hə, bax, Xudu müəllim də var, filan kəs də var, filan kəs də var, filan kəs də var. İnanıram ki, inşallah nə qədər deyirik, belə düşünən, daşınan insanlar var, yəqin ki, çıxacaqdır. Bu cür növbəti bu nümunələri yaradan insanlar yetişəcək. Yəni, Xudu müəllimi yetişdirən xalq, yəqin ki, növbəti Xudu müəllimləri də yetişdirəcək. Təşəkkür edirik ki, bizə bu diqqəti göstərdiniz, vaxt ayırdınız və Xudu müəllimi birgə xatırladıq. Çox xoş oldu. Çox sağ olun, biz də çox minnətdarıq sizə. Var olun. Əziz izləyicilər, belə daha bir verilişimiz sona yetdi. Ümidvaram ki, söhbətimiz, görüşümüz maraqlı oldu. Təşəkkür edirəm. Verilişlərimizə baxmağı, fikir və təkliflərinizi yazmağı, bəyənməyi unutmayın. Allah amanında. Bu qalay bizim qalay, həmişə bizim qalay. Tikmədim özüm qalayam, tikmişəm izim qalay, tikmişəm izim qalay.